İnsan üçün dünyada ən çətin iş nəfslə mübarizədir. Ən çətin iş, bundan çətin məsələ yox. Dünyada elə bir işdir ki, bundan çətin iş yoxdur. Bir adam tək başına bir şəhəri fəth eləməyi nə qədər çətindirsə, nəfslə mübarizə o qədər çətindir. Ondan da artıq çətindir. Özünlə güləşməlisən. Özüyə qarşı amansız olmalısan, amansız. İnsanın ən təhlükəli düşməni heç şək eləməyin insanın özüdür. Ən təhlükəli düşmənidir. Elə bir düşməndir ki, ürəyində bir zərrə rəhmi yoxdur sənə qarşı. Yalvarsan da xeyri yoxdur. Özün özüyə elədiyi heç kəs sənə eləməyəcək. Düşmənlərin ən qatısı sənin özünsən, öz nəfsündür. Özündən artığı yoxdur. Ən qorxulu düşmən özünsən. Həlak eləməyincə əl çəkmir ya insanın nəfsi özündən, özündən. Heç bir aman da vermir, rəhmi də yoxdur. Bu nəfs belə bir şeydir. Vallahi belə bir şeydir. Heç bir hədd yoxdur ki, orada desin daha vurmayayım. Nəfsə tabi oldunsa aparıb vurduqca vuracaq, əl çəkən deyil insandan. Belə bir xüsusiyyəti var. Heç hansı bir burada oturanlardan belə hiss eləyir. Belə hiss eləyirik, özümüz özümüzə belə yanaşırıq ki, bizim öz düşmənimiz özümüzük. Zarafat sözlərdir bunu danışıblar. Bütün düşmənlər haqqında Allah Quranda danışır, hədislərdə qeyd olunur, deyir onlardan qorxmuyor. Çox da güclü deyirlər. Şeytan çox zəifdir. Yaxud zalimlar haqqında danışır, deyir onlar zəifdir. Baxmayın, əzəmətlidir, silah, top, tüfəng, zəifdir. Amma bir dənə ayə mənə tapın, bir dənə hədis mənə tapın, desin ki, nəfs zəifdir. Əksin deyir, o qədər çətin məsələdir, Allaha qalıb. Allahın rəhmi gəlsin gərək adama. Yəni Allah əlindən tutsun. Bu, hər adamın bacardığı iş deyil. Hər kəs bu meydanda müvəffəq ola bilmir. Xüsusi şücaət lazımdır, güc lazımdır. İnanın mənə ki, döyüşdə, müharibədə, düşmənlə vuruşanda lazım olan gücdən neçə dəfələrlə artıq güc və şücaət və hünər və kişilik, mərdlik lazımdır ki, adam öz-özü ilə bacara bilsin. Buna doğrudan da böyük kişilik və mərdlik istəyir. Bu az adamda var. Qılınc götürmək, avtomat götürüb döyüşürlər. Amma ən böyük şücaət tələb olunan yer insanın içində olan döyüş meydanıdır. Burada xüsusi şücaət və məharət lazımdır. Hər kişi bu mübarizədə qələbə çala bilmir. Ən böyük hünər budur. Bir an qəflət eləyirsən, elə bir vəziyyətdəyik biz. Bir an göz qırpımı qəflət eləyirsən, nəfs hücum eləyir. Oradan vurursan, buradan hücum eləyir. Və elə amansız vurur adamı ki, rəhm eləmir adam. Elə amansız vurur ki. Düşmənlə üz-üzə gəlib döyüşməkdən çətindir. Ruh bədəndən çıxana qədər axır dəqiqəyəcən bu davam eləyəcək. Biz belə yaşayırıq, belə düşünürük. Hər an deyir, diqqətli ol, hər an.